gözünden bir haber. Gafil oyan, gafil oyan, gafil oyan. Cahiliyyət dövrünün görkəmli şairlərindən sayılan 6-cı əsr şairi Nabiğə Zübyani üçün Məkkə yaxınlığındakı Ukaz bazarında qırmızı dəridən çadır qurular və şair burada digər şairlərin şeirlərini dinləyib onlara qiymət verərdi. Bir gün Nabiğə Əz-Zübyani Ukaz bazarında olarkən şairlərdən Meymun İbn Qeys Əl-Əşa, məşhur ərəb qadın şairəsi Xənsa və müxadram şair, həm cahiliyyə, həm peyğəmbər dövründə yaşamış Həssan İbn Sabit Nabiğə Zübyaninin yanına gələrək şeirlərini oxumağa başladılar. Əvvəlcə Əyşanın şeirini dinləyən Nabiğə Zübyani daha sonra Xənsanın şeirini dinləməyə başladı. Amma o Xənsanın şeirini dinləməzdən əvvəl Xənsaya buyurdu ki, əgər mən Əyşanın şeirini eşitməsəydim, səni qüdrətli şair adlandırardım. Xənsadan sonra növbə Həssan İbn Sabitə çatdı. Həssan İbn Sabit belə bir fəxriyyə ilə şairin önündə şeir deməyə başladı. Lənəl cəfənətul ğurru yəlma'nə bid-duha və asyafuna yaqturnə min necdetin demə vələdnə bənu anqaə və ibney muharriqin və akrim binə xələn və akrim binə neyə. Bizim dümağ qazanlarımız səhər çağı parıldayır. Bununla şair öz qəbiləsinin qonaqpərvərliyini göstərmək istəyirdi və bizim qılınclarımızın ucundan qan damcılayır. Biz Bəni Ənqa və Bəni Mühərrik kimi evladlar dünyaya gətirmişik. Həm dayıca, həm evladlarca ən üstünü bizik. Şeiri dinləyən Nabiğə Zübyani Həssan İbn Sabitə belə söylədi. Sənin bu şeirdə işlətdiyin cəfənətun, yəni ərəb dilində düzgün cəmdə sayılan qazanlar sözünün cəmi sayı ondan ibarətdir və bu o qədər də qonaqpərvərliyə dəlalət eləmir. Əl-cəfənətul ğurr isə dümağ qazanlar deməkdir, amma yaxşı olardı ki, sən qazanlar ağ yox, qara idi söyləyərdin. Çünki qonaqlara qarşılamaqdan və ocaq üstündə hisbasa bulaşmaqdan qazanlar qaralmışdı. Digər ifadəyə gəlincə, yəni yəlmənə bidduha hissəsinə gəlincə isə ləmaa feilindən daha güclü olan yəbruqnə, yəni bəqrur feilini işlətsəydin daha münasib olardı. Eyni zamanda duha, yəni sübh çağı sözünü də duca, gecə zamanı əvəzləsəydin daha yaxşı olardı. Çünki qonaqlar adətən gecə gəlir və sübh vaxtı nəyinsə parıldaması o qədər təəccüblü deyildir. Əsas diqqəti cəlb edən məqam odur ki, bir şey gecə vaxtı parıldasın. Şeirin ikinci misrasına gəlincə isə yaqturnə, yəni qətrəliyir feilinin yerinə yecrinə, yəni qılınclarımızın ucundan qan tökülür sözlərini işlətsəydin daha müvafiq olardı. Eyni zamanda Nabiğə Əz-Zübyani ərəb şeirinin o dövr üçün standartı sayılan bir görkəmli şair Həssan İbn Sabitə onun evladları ilə öyünməyi deyil, ata-babaları ilə öyünməyi bildirir və beləliklə bu hadisə eyni zamanda Ukaz bazarında olan, yəni həmin dövr üçün ictimai, ədəbi mərkəz sayılan Ukaz bazarında Nabiğə Əz-Zübyaninin ədəbi tənqidçi olduğunu da göstərir.